Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 1 fevral 2026-cı ildə 8 və 9-cu sinif şagirdləri üçün təşkil olunacaq OTK sınaq imtahanına dəstək üçün sınaq 6 OTK imtahanında düşən riyaziyyat suallarının izahlarına baxırıq. İlk sualımız belədir ki, bizə verilən tənliklər sisteminin sonsuz sayda həlli olarsa A və B parametrlərinin hasilini tapın. Buradan aldığımız bir nəticə sonsuz sayda həllinin ola bilməsi üçün A böl 2 bərabər 3 böl 9 bərabər 12 böl B şərti ödənməlidir. Və edəcəyimiz nədir? Bizdən A, B parametrinin hasilini istədiyinə görə ortadakı hissəni nəzərə almadan digər birinci və sonuncunu çarpaz şəkildə bir-birinə vursaq A vur B ifadəsinin qiyməti 2 vur 12-yə bərabər olacaq. Doğru cavabımız B variantı. Növbəti sualımız, mərkəzi bucağı 48 dərəcə olan qövsə uyğun daxilə çəkilmiş bucağı tapın deyir. Deməli, mərkəzi bucaq 48 dərəcə isə söykəndiyi qövsə uyğun daxilə çəkilmiş bucaq mərkəzi bucağın yarısına bərabər olur. Cavab 24 dərəcə olur. 33-cü sualda x minus y bərabər 6 şərtini verir, ifadənin qiymətini soruşur bizdən. 2-də 1 y olduğu kimi yazırıq. 4'ü x böl 8'e vursak olacaq x böl 2. Mənfi 4'ü mənfi 3'e vursak plus 12 alırıq. Sonra 2'də 1'ləri qarşıya çıxarsaq mənfi 2'də 1 şəklində qarşıya çıxardıq. Deməli, olacaq bizim ifadəmiz daxili x minus y plus 12 bərabərdir. X minus y-in qiymətini bizə 6 verib. Mənfi 2'də 1'i 6'ya vurub. Üzərinə 12 əlavə etmək lazımdır. 6-nı 2-yə bölsək 3 edir. 12-dən 3 çıxsaq cavab 9 edir. Doğru cavabımız A variantı. Çox hədlisini vurğulara ayırın deyir. Əvvəlcə orta vurğu çıxaraq AB orta vurğu çıxarır. Deməli, A-nın kvadratı minus B-nin kvadratı qalır daxildə. Sonra A vur B vurulsun. Müxtəsər vurma düsturlarına görə A minus B, A plus B şəklində yazırıq. Doğru cavabımız A variantı olur. Keçək növbəti sualımıza. A ədədini 8-ə böldükdə natamın qisməti 6 alınır. A-nın hansı qiymətində qalıq ən böyük olar? Edəcəyimiz nədir? Deməli, əvvəlcə A-nın qiymətini tapa bilmək üçün 6-nı 8-ə vurmalıyıq. Qalıq ən böyük olar deyirsə, qalığın ala biləcəyi ən böyük qiymət 8-dən kiçik ədədlər ki, burada ən böyüyü 7 olur. 6-nı 8-ə vursaq 48, üzərinə 7 gəlsək, doğru cavabımız 55 edir. B variantı. Kvadrat tənliyinin müsbət kökünü tapın. Viet teoremini tətbiq eləsək, x1 plus x2 ifadəsi ikinci əmsalın əksinə, hasilləri isə mənfi 24-ə bərabər olacaq. Ədədlərimiz 1-i 6, 1-i mənfi 4-dür. Müsbət kökün istədiyinə görə müsbət 6-nı götürür. Doğru cavabımız C variantı. 37-ci sualda A borusu boş hovuzu 6 saata doldurur. B borusu isə dolu hovuzu 12 saata boşaldır. Eyni zamanda açılır və 3 saatdan sonra A borusu, 4 saatdan sonra isə B borusu bağlanarsa, hovuzun hansı hissəsi boş qalar? Edəcəyimiz nədir? Deməli, 6 saata doldur, 3 saat açıq qalırsa, 6'da 3 çıxırıq. 12 saata boşaldır, 4 saat işlək olursa, 12'də 4 bərabər edirik. Deməli, bu ifadənin fərqini tapsaq, olacaq 12'də birinci kəsiri sürət məxrəcini 2-yə vursaq, 12'də 6 minus 12'də 4 fərqi bizə verəcək 12'də 2, yəni 6'da 1. 6'da 1 isə dolmuş hissə olar. Bizdə isə boş qalan hissəni soruşur. Biz 6'da 6'dan 6'da 1'i çıxırıq, olur 6'da 5. Doğru cavabımız B variantı. 38-ci sualda ifadəsini sadələşdirin deyir. Birinci mötərəzənin, daha doğrusu birinci sürətin müxtəsər vurma şəklində hasillərin yazı x minus 7, x plus 7'dir. Aşağıdakı ifadə isə bizə x minus 3, x minus 3'ü verir. Sonra vuruq. Digər ikinci ifadənin qüvvətində mənfi 2 bizə sürət məxrəcinin yerin dəyişməsinə kömək edir. X minus 3'ün kvadratı olacaq. Aşağıda isə x plus 7'nin kvadratı olur. Və x minus 3'ün kvadratlarını ixtisar aparsaq, x plus 7'ləri ixtisar aparsaq, sürətdə x minus 7, məxrəcdə isə x plus
7 olur. Bu da bizə doğru variant A variantını verir. ABC düzbucaqlı üçbucağında BH hündürlükdür. Bucaq B 90 dərəcə, AH 3,6 qeyd edək. CH 6,4. Bizdən istədiyi ABC üçbucağının perimetrini tapın. Edəcəyimiz nədir? Deməli, bu hissənin qiyməti 10-a bərabərdir. 3,6 ilə 6,4-ü toplayırıq. Əlavə olaraq buranı A yazsaq, digərini B yazsaq, oxşarlıq qaydasına əsasən A-nın kvadratı bərabər olacaq 3,6 vurulsun 10-a və 36 eləyir. Buradan A-nın müsbət qiyməti 6 tapırıq. B-nin kvadratı isə 6,4 vurulsun 10 olur. 64. B-nin qiyməti 8 olur. Bizdən perimetrini istəyir. Perimetrini tapmaq üçün 6, 8, 10-u toplamalıyıq. Doğru cavabımız 24 edir. E variantı. Növbəti sualımız. A parametrinin hansı qiymətində bir hədlisinin qüvvəti bir hədlisinin qüvvətindən 3 dəfə böyük olar. Deməli, birinci ifadənin qüvvəti A plus 9-dur. Bərabərdir. 3 vurulsun. İkinci ifadə A plus 1-dir. Sonra 3A-dan A-nı çıxırıq. 9-dan 3 çıxırıq. 2A-nın qiyməti 6, A-nın qiyməti 3 olur. Bizdən istədiyi nədir? Deməli, A-nın qiyməti, o da bizə 3-ü verir. Doğru variant D variantı. ABC üçbucağında AD-nin CD-yə nisbəti 200. Deməli, buranı 2x, digərini 3x götürək. ABD üçbucağının sahəsi 12 olarsa, ABD-nin sahəsi sahə 12 olarsa, ABC-nin sahəsi tap. Digərinin də sahəsi, deməli, 12-ni 2-yə bölüb x-i tapaq 6, x-i təzdən 3-ə vursaq, digərinin sahəsi olacaq, deməli, 18. 18 bizdən ümumi üçbucağın sahəsini istəyir. 12 ilə 18-i toplamalıyıq. Bu bizə verəcək doğru cavabımız 30 D variantı. Bir tərəfin uzunluğu 4 cm, diaqonalın uzunluğu isə 5 olan düzbucaqlının perimetrini soruşur. Düzbucaqlı çəkək. Bir tərəfin uzunluğu 4-dür. 4-dür. Diaqonalın uzunluğu 5 verib. Düzbucaqlı Pifaqor teoreminə görə tapsaq digər tərəfi 3-ə bərabərdir. Bizdən perimetri istədiyinə görə 4 ilə 3-ü toplayıb 2-yə vurmalıyıq. Doğru cavab 14 edəcək. C variantı. Ədəd oxunda qeyd olunmuş A və B ədədlərinin tam hissələri. A ədədinin tam hissəsinə diqqət edək. Deməli, -1 solunda, -2, -3 və -4. -3 ilə -4 arasında yerləşən ədədin tam hissəsi -4 olur. Digərinə diqqət edək. Deməli, 1-in sağında 2, 3 və 4. 3 ilə 4 arasında yerləşən müsbət ədədin tam hissəsi 3-ə bərabər olur. Bizdən istədiyi bu hissələrin cəmini tapmaqdır. -4 ilə 3-ün cəmini toplasaq, yazsaq, doğru cavabımız -1 E variantı olur. Deməli, ifadəsinin qiymətini tapın deyir. Kök altında 1,8, 1,9-da 8 edir. Bu da bizə verəcək, deməli, 9-da 17. Hər ikisini eyni kökün altında yazsaq, 2,17-də 2 bizə verəcək 17-də 36. 17-lər ixtisar aparır. 36-nı 9-a bölük 4 eləyir. Kök altda 4-dən doğru cavab 2 alınır. C variantı. Bərabəsin ən kiçik tam həllini tapın deyir. X-in qiymətini hesablayarkən 4-ü -2-də 1-ə bölməliyəm. Bölərkən əksinə, daha doğrusu tərsinə vururam. Olacaq -2. Amma işarə dəyişməlidir. Mənfiyə vurduğumuza görə işarə olacaq böyükdür işarəsi. Qısaca x böyük olur -8-dən. Ən kiçik tam həlli -8-dən böyük ədədlər içərisində ən kiçik tam həlli bizə verəcək -7. D variantı. AX və BX çox ədədlərin vurğuları Euler-Venn diaqramında verilib. X-in qiyməti 0,25 olduqda ifadənin qiymətini axtaraq. A-nın qiyməti 4x minus 1 vurulsun 4x plus 1. AX-in qiymətini taparkən x-in yerinə 0,25 yazsaq, 4-ü 0,25-ə vuranda 1 eləyir, 1-dən 1 çıxsa 0 eləyir. Bu ifadə 0 olduğuna görə cavab da 0-dır. Əlavə hesablamağa ehtiyac qalmaz. Sonra digər ifadə 4x plus 1.
4x plus 4. Bu ifadə x-in yerinə deməli 0'dan %25 yazıb hesablasaq doğru cavabımız olacaq. Deməli, diqqət edək. 4'ü 0'dan %25'ə vuruq, 1 alır. 1'in üstə 1 gəlirik. Sonra 4'ü 0'dan %25'ə vuruq, 1 alır. 1'in üzərinə 4 gəlirik. Deməli, 1'in üzərinə 1 gəldik. Oldu 2. Sonra 1'in üzərinə 4 gəldi, 5 oldu. Hasilləri bizə 10 verir. Bizdən istədiyi nədir? 2 vur ax üstə gəl 3 vur bx ifadəsinin qiyməti. Ax-in qiyməti 0 oldu. Bx-in qiyməti isə 10 tapdıq. 2-ni 0'a vurub üzərinə 3'ü 10'a vursaq, hesablasaq 2 vur 0 üzərinə gəl 3 vur 10. Doğru cavabımız 30 edəcək. Növbəti sualımız. Açı bucağın 75% alfa bucağından 1,5 dəfə böyük olarsa. Açı bucağın 75%, yəni 4'də 3 hissəsi bizə verəcək 135 dərəcə. Sonra bizə nə deyir? Alfa bucağından 1,5 dəfə böyük olarsa. Deməli 1,5 alfa 135 dərəcəyə bərabərdir. Alfanın qiymətini axtarsa 135'i 1,5'ə bölməliyik. Doğru cavabımız 90 dərəcə olur. Növbəti sualımız ifadəsinin qiymətini tapın deyir. Birinci mötərizənin fərqini yazsaq 1, 2'də 2 kimi düşünsək 2'də 2'dən 2'də 1 çıxanda 2'də 1 qalır. Sonra 3'də 3'ün üstünə 3'də 1 gəlir, 3'də 4 eləyir. 4'də 4'dən 4'də 1 çıxsa 4'də 3. 5'də 5'in üzərinə 5'də 1 gəlsək 5'də 6. Burada 4'lər, 3'lər ixtisar gedir. 6'nı 2'yə bölürük 3 eləyir. 5'də 3 olur. 5'də 3 də bizə verəcək 0,6. A ədədinin 12%, B ədədinin 48%-nə bərabər olarsa, deməli 12A bölünsün 100, 48B bölünsün 100. Burada 100'ləri ixtisar aparırıq. Sonra hər tərəfə 12 ixtisar aparsaq, A-nın qiyməti 4B-yə bərabər olur. Bizdən kök altında B böl 4A-nı istəyir. B-ni olduğu kimi yazırıq, amma A-nın yerinə 4B yazırıq. İxtisar aparsaq, olacaq kök altda 4'də 1. Bu bizə verəcək 2'də 1, yəni 0,5. Doğru cavabımız 0,5 olur. Sinifdəki 20 şahiddən ingilis dili bilənlərin sayı 8. Deməli, ingilis dili bilənlərin sayı 8'dir. Sonra fransız dili bilənlərin sayı 6. Hər iki dili bilənlərin sayı, yəni bunların kəsişməsi 2 olarsa, nə ingilis, nə də fransız dili bilməyənlərin sayını tapmaq lazımdır. Deməli, edəcəyimiz nədir? Biz ümumi 20 şagirdimiz vardı. Heç bir dil bilməyənlərin sayını çıxsaq, yerdə bu ifadələrin deməli, birləşməsindən alınan cavabı tapmalıyıq. Yəni 8 plus 6 çıx 2 ifadəsinə bərabər olur. Sonra 20 minus x ifadəsi bərabər olacaq 12'yə. X-in qiyməti 20 çıx 12, doğru cavab olacaq 8. Çevrənin qarşılıqlı perpendikulyar olan AB, AC vətənlərin uzunluqları uyğun olaraq 0,5, 1,2 olarsa, bu çevrənin uzunluğunu tapın deyir. Edəcəyimiz nədir? Çevrəni çəkək. AB, bir də AC. Bu A nöqtəsi, bu B, digəri də C nöqtəsi. Əgər bunlar perpendikulyardırlarsa, 2 vətər 1 nöqtədən çıxırsa, demək ki, bu diametrə söykənib. Diametrə söykəndiyi halda bunun deməli AB-nin qiyməti 0,5-dir. 0,5. Digərinin qiyməti isə 1,2 verib bizə. Biz Pifaqor teoreminə görə hipotenuzun qiymətini axtaraq. Hipotenuzun qiymətini taparkən BC-nin qiyməti bərabər olacaq. Kök altında 0,5 4'də 1 deməkdir. Daha doğrusu 2'də 1 deməkdir. Kvadratı 4'də 1 eləyir. Üzərinə əlavə edək. 1,2 5'də 6 deməkdir. Kvadratı 25'də 36 olur. Bunları toplasaq bizə verəcək %25 plus 144, yəni 169. Buradan çıxan cavab 10'da 13
olacaq. Qısaca diametrin qiyməti 1,3 olur. Diametrin qiyməti 1,3 isə çevrənin uzunluğunu tapanda pinin də qiymətini bizə əlavə olaraq şərt vermişdir. 3-ə bərabərdir. Pi vurulsun D düsturu ilə hesablayacağım. 1,3'ü 3'ə vuracağım. Doğru cavabımız 3,9 edəcək. Növbəti sualımız. Deməli, qutuda 2 ağ, müəyyən sayda qara kürəcik var. Müəyyən sayda dediyinə görə qara kürəciklərin sayını x götürək. Geri qaytarılmadan təsadüfi olaraq ardıcıl çıxarılan 2 kürəciyin ağ olması hadisəsinin ehtimalı 21'də 1 olarsa. Deməli, x plus 2 ümumidir. X plus 2. Birinci də ağdır. Bu zaman ehtimalı x plus 2'də 2 götürdük. Ardıcıl olaraq çıxarılır. O zaman ümumi kürəciklərin sayı x plus 2'dən bir vahid azalır. X plus 1 olur. Artıq bir dənə ağ çıxarıldığına görə ikinci yerdə tək bir dənə ağ qalır. Və bunların hasili bizə 21'də 1 şəklində verilib. Edəcəyimiz nədir? Bu ifadəni sadələşdirək. Olacaq x plus 2 vur x plus 1, yəni x kvadrat plus 3x plus 2. Sonra 2'ni 1'ə sonra 21'ə vursaq 42 olur. Sadələşdirsək x kvadrat plus 3x minus 40 bərabər 0. Köklərini axtarsaq, hasili mənfi 40, cəmi mənfi 8 olan ədədlər. Mənfi 8 ilə müsbət 5'dir. Mənfi 8 kənar kökdür. Doğru cavabımız 5'ə bərabər olur. Sinifdəki qızların sayının oğlanların sayının nisbəti 3/4'dür. Deməli, qızların sayını A götürək, oğlanların sayını B götürək. Bunların nisbətlərini bizə 3/4 verib. Sonra deyir ki, sinifə əlavə 3 qız, yəni A plus 3, 3 oğlan, B plus 3 gələrsə, nisbət 4/5 olacaq. Bizdən istədiyi nədir? Əvvəlcə sinifdə cəmi neçə şagird olduğunu tapın. Qısaca A plus B-nin qiymətini hesablamalıyıq. Bu ifadədən edəcəyimiz nədir? A-nın yerinə 3K, B-nin yerinə 4K yazsaq, açılışını yazdıqda biz alırıq nəyi? Daha doğrusu belə də edə bilərik. Tənasüb şəklində, ikinci ifadəni tənasüb şəklində edək. Deməli, 5'i vuruq A-ya, olur 5A. A-nın yerinə 3K götürmüşəm, 15K. Üzərinə əlavə edək 15'i. 4'ü B-yə vuruq. B-nin qiymətini 4K götürmüşük. 4'ü 4K'ya vuranda edəcək 16K plus 12. 16K'dan 15K'nı çıxanda olacaq K. 15'dən 12 çıxanda 3. Deməli, K'nın qiyməti 3'dür. Sonra nə alırıq? A-nı 3K kimi götürmüşdük. 3'ü 3'ə vururuq, 9 eləyir. B-ni tapanda deməli 4K kimi götürmüşdük. 4'ü 3'ə vururuq, 12 eləyir. Bizdən istədiyi ümumi cəmini tapmaqdır. Sinifdəki şagirdlərin ümumi sayı olacaq 9 plus 12, 21 ədəd. Daha doğrusu 21 nəfər. 54-cü sualda tərəfinin uzunluğu 5 cm olan diaqonallarından birinin uzunluğu 6 olan, deməli A-nın qiyməti var, D1'in qiyməti var. Rombun hündürlüyünü tapın. Bizdə qayda var idi ki, D1'in kvadratı plus D2'nin kvadratı bərabərdir 4 vur A-nın kvadratı. Rombun düsturlarından biri. Buradan D2'nin kvadratını axtarsaq, A-nın qiyməti 5 verib, kvadratı 25, 4'ə vuruq, 100 eləyir, çıxılsın. Sonra diaqonalın qiymətini 6 verib, kvadratı 36, 100'dən 36 çıxsaq 64, diaqonalın qiyməti olacaq 8. Sonra hündürlük tapmaq üçün sahə düsturundan istifadə edə bilərik. Olacaq 2'də 1, diaqonalların hasilləri, yəni 6 vur 8 bərabərdir. Tərəf 5'dir, 5 vurulsun hündürlük. Buradan hesablayırıq ki, hündürlüyün qiyməti 6 8'ə vurur 48, 48'i 2'yə bölürük 24, 24'də bölürük 5'ə, doğru cavabımız 4,8. Növbəti sualda ABC üçbucağında AB AD-yə bərabərdir verib. AB AD-yə bərabərdir. Əlavə olaraq BE
EC-yə bərabərdir. DE BC-yə perpendikulardır. Bucaq C də 24 dərəcədir. Biz burada B ilə D-ni birləşdirsək, BCD üçbucağında DE həm mediandır, həm də hündürlükdür. Bu deməkdir ki, BD parçası ilə DC parçası bir-birinə bərabərdir. O zaman bərabəryan üçbucaqda DCB bucağı ilə 24 dərəcəli bucaq ilə digər DBC bucağı da 24 dərəcə olur və bir-birinə bərabər olur. Əlavə olaraq nə edirik? Biz digər bucağımızı, buradakı bucağı alfa götürsək, DBC üçbucağında alfa bucağı xarici bucaq olub 24 və 24 ikisinin cəminə bərabərdir, 48 dərəcə olur. AB ilə AD də bir-birinə bərabər olduğuna görə burada alfa olur. Bərabər yan üçbucaqdır. Deməli, orada 48 dərəcədir. Bizdən istədiyi nə idi? Bucaq B-nin dərəcə ölçüsü. Yəni, qeyd edək ki, burada 48 dərəcə və bucaq B-nin dərəcə ölçüsü olacaq 48 dərəcə plus 24 dərəcə. Bu da bizə verəcək doğru cavab 72 dərəcəni.